Baş sponsor Kontakton, sponsor Reproduktiv Sağlamlıq Mərkəzinin təqdimatında 7 tamam başladı. Akşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Bizi ekran karşısında uzun müddettir gözleyen, naneli verişini gözleyen tamaşaçılarımız. Tabii ki naneli verişi yeni mevsimden devam edecek. Ama bugün bu akşam verişimizde kısa bir naneli formatında size güzel bir konser programı təqdim edecek. Anonsları təqdim eləmişəm, amma gəlin bir daha izləyək. Bugün çox dəyərli xalq şairinə həsr olunub verişimiz. İzləyək. Vətən mənim bucunum. Bugün xalq şairi, sevilən nəğmələrin müəllifi Tofiq Bayram 7 tamam proqramında anılacaq. Görkəmli bəstəkarların xalq şairinin sözlərinə bəstələdiyi nəğmələr Azərbaycanın sevilən sənətkarlarının ifasında təqdim olunacaq. Sensen Xəzər, mənim ürəyimdə sensen. Aziz olsun məndən küsüb incidim, ayrılıb yat kimi çıxdı evim. Şaşardım bu yollarda. Sevimli şairin bacısı Svetlana Bayramova qardaşı haqqında ən xoş xatirələrini bizim efirdə paylaşacaq. Atamın toyunda Xan Şiş iştirak etti. Vağzalım çalır aman aman. Bir sözlə, birazdan Nanə Ağamalıyevanın təqdimatında tamaşaçılarımızı möhtəşəm konsert proqramı gözləyir. Mütləq izləyin. Hörmətli tamaşaçılar, bugün xalq şairi, sevdiğimiz nəğmələrin müəllifi Tofiq Bayramın bacısı qonağımızdır. Svetlana Bayramova, xoş gəlmişsiniz. Çok sağ olun. Dəvətinizə görə çok sağ olun. Ne yaxşı ki bugün yeniden naneli verilişinde Nanə xanımın sehrinə düşmək imkanı kazandık. Çok teşekkür ederim. Bu bizim her birimiz için büyük bir bayram hesab edirəm mən bu günü. Çünkü uzun müddət naneli verilişləri demək olar ki, bütün xalqımız tərəfindən, hətta ölkəmizdən kənarda yaşayan insanlar tərəfindən belə milliyyətindən asılı olmayaraq sadəcə olaraq musiqi sevərlər tərəfindən sevilib və bugün böyük bir xoşbəxtliyə yenidən qayıdırıq. Naneli verilişi yenidən bizim qonağımız olacaq. Buna görə sizə uğurlar arzulayıram. Svetlana xanım. Gələn günləriniz daha parlaq, daha gözəl olsun. Çok teşekkür Sağ olun ki bugün bu şəkildə mənim əziz qardaşım Tofiq Bayramın xatirəsini yad etdiniz. Ona layiq bir məclis düzəltdiniz və burada iştirak edən bütün müğənnilərə mən böyük təşəkkürümü bildirirəm. Bilirsiniz, bunun özündə də, bugünün özündə də bir simvolika var. Çünki bizim ailə həmişə musiqiçilərlə yaxın kontaktda olub. Buradakılar nisbətən sonraki nəsildir. Amma keçmiş dövrün musiqiçiləri qeyd edeyim ki, mənim vaxtı ikən 31-ci ildə, 1931-ci ildə atamın toyunda o vaxt Bakıda o qədər də məşhurlaşmayan, amma Qarabağda artıq böyük şöhrət qazanmış Xan Şiş iştirak edir. Mənim atamın toyunu Xan Şiş gelib və o toyda o sağlıq deyir və deyir ki, mənim atamın adı Qulam idi. Deyir, Qulam, arzu eləyirəm ki, sənin bir oğlun olsun və Allah Teala mənə qismət eləsin, mən onun toyunu da aparım. Talih belə gətirir ki, Tofiq çox gənc yaşında evlənir və atam gedir Xan Şinskiyə deyir ki, dediyivə əməl elə. Deyir, bax, sənin oğlun belə tez böyüdü. O vaxt oradan da Tofiq hələ çox gənc idi, cəmsi 22 yaşı var idi. Həmin toyu Xan Şinski yapır və bundan başqa həmin toyda atamın digər musiqiçi dostları da iştirak edir. Qurban Pirimovdan başlamış, o vaxt hələ gənc olan Əlbaba Məmmədova kimi. O vaxt Teyyub Dəmirov adında məşhur bir qarmon ustası var idi. O iştirak edib. Orada
Qurban Pirimov iştirak eləyib. O dövrün bütün Mütəllimov iştirak eləyib. O dövrün bütün məşhur müğənniləri Tofiqin toyunda iştirak eləyib və həmin toyun söhbəti uzun illər davam eləyib. Mən şadam ki, o dövrün karifeylərini ləyaqətlə əvəz edən, bax bugün burada gördüyüm yeni nəslin nümayəndəsi olan müğənnilər yenə də Tofiqin xatirəsi olaraq bugünə gəldilər və mənə elə gəlir ki, Tofiqin ruhu hardasa burada fırlanır. Yəqin ki, onun ruhuna xoş olan atamın da ruhuna və dünyasını dəyişmiş o dövrün bütün musiqiçilərinin ruhuna xoş gələn bir tədbir keçirildi. Çox sağ olun, istedadınız yüksəkdir, ustalığınız gözəldir, bu şəkildə də davam edin. Sağ olun. Çox sağ olun Svetlana xanım. Hörmətli tamaşaçılar, Bağzalı ilə başlayacağıq verilişimizi və Bağzalı nəğməsini, Bağzalı çalınır nəğməsini bugün Respublikanın əməkdar artisti Almaz Orucova və gözəl səsi, xalqın sevimlisi Səbinə Ərəbli ifa edəcək. Alqışlayırıq və gözəl bir, dəyərli bir bəstə, görkəmli bəstəkar Süleyman Ələsgərov bəstəsi. Buyurun, söz sizdədir. Bağzalı çalınır, anam ağlayır. Ay kızım sen haldan hala düşürsen, Bağzalı çalınır, aman ağlayır. Bir evden bir eve saadet gelir, bir yola salar bir seslayır. Bir evden bir eve saadet gelir, bir yola salır bir seslayır. Bir ana kızını burada lengidir, bir ana hasretle gelin gözleyir. Bir ana kızını burada lengidir, bir ana hasretle gelin gözleyir. Ortaga fərəhlər süzür gəlirlər, qızlar oğrul yar soralayır. Ortada fərəhlər süzür gəlirlər, qızlar oğrul yar soralayır. Gülür qəhqəh çəkir boya gələnlər, Bağzalı çalınır, aman ağlayır. Gülür qəhqəh çəkir boya gələnlər, Bağzalı çalınır,
Vağzalar çalınsın, get yavaş yavaş. Dünyada her ana öz anam kimi, bircə toy günümdə ağlayaydı kar. Dünyada her ana öz anam kimi, bircə toy günümdə ağlayaydı kar. Duvağa bürünüp yola düşürsən, qonşular teninə çiçək bağlayır. Ay bacım, sən haldan hala düşürsən, bağzalı çalınır, anam ağlayır. Gedirsən yayan, şirin ağzı kamu kimi. Gedirsən şirin ağzı kamu kimi. Vağzalı çalınsın, get yavaş yavaş, yavaş yavaş. Dünyada her ana öz anam kimi, dünyada her ana öz anam kimi, bircə toy günündə, bircə toy günündə ağlayardı kayar. Arayam anam, ay canım, arayam anam. Dünyada her ana öz anam kimi, bircə toy günündə ağlayaydı kar. Dünyada her ana öz anam kimi, bircə toy günündə ağlayaydı Teşekkür ederim. Alkışlar sizindir tabii ki ve bilirəm ekran karşısında Respublikanın Emektar Artist Almaz Orucova ve bizim değerlimiz, əzizimiz, xalqın ürəyini fəth edən Səbinə Ərəbli. Söz Almaz xanım, başlayaq sizdən və Sultan xanım da bu mahnının tarixçəsi haqqında bizə gözəl bir şərh eləsin. Necə yazıldı ümumiyyətlə bu mahnı? Bu mahnının ifası, mən deyərdim ki, indiyənəcən olan ifaların arasında bu en güzel təqdimat idi. Teşekkür ederim. Və bu mahnının istər musiqisi, istər sözləri məni Tofiqli günlərimə apardı. Biz böyük bir ailə idik. Tofiq bizim böyük qardaşımız idi. Və təbii ki, 3 qardaşın 6 bacısı var idi və bizim hər birimizi evimizdən yola salanda Tofiq belə hisslər keçirdirdi. Amma bu mahnı mənim böyük bacım Elmira, ailəmizin ilk qız övladı idi. Onun toyunda Tofiq, mən çox yaxşı xatırlayıram. Tofiq çox, sizə deyim ki, çox nostalji hisslər keçirdirdi. Yəqin fikirləşirdi ki, bacımdır, ailə qurur, gedir, taleyi necə olacaq, görürsən biz bu ayrılığa necə dözəcəyik. Yəni bunu da o mənada o fikirləşirdi ki, böyük bacım deməli ki,
anama həmişə köməkçi olmuşdu. Özündən sonra gələn uşaqları böyüməsində, tərbiyə olunmasında onun böyük rolu olmuşdu. Və Tofiq də həmin bacıma çox bağlı idi. Bu mahnı o anda Tofiqin keçirdiyi hisslərin nəticəsində əmələ gəldi bu mahnının sözləri. Və qeyd edeyim ki, mənə elə gəlir ki, hər bir ana öz qızını yola salanda, hər bir bacı öz bacısından ayrılanda, hər bir qardaş bacısının taleyinin necə olacağı barədə müəyyən narahatlıqlar keçirəndə bu sözlər onun qulağında da səslənir. Çok sağ olun, Sultan Hanım. Teşekkür edirik. Ve tabii ki musiqinin bestesi kökemli bestekar Süleyman Ələsgərova aittir. Buyurun reis sözlerini seçti. Gəlin. Nalə xanım, ilk öncə icazə verin. Bax bu gözəl verilişin həm biz sənətçilərin, Azərbaycan mədəniyyətinin və həm də xalqımızın sevimlisi olan bu Nanəlinin bu belə deyək də eksklüziv bir çəkilişi üçün sizlərə minnətdarlığımı bildirirəm və mən bilirəm də ki, bu verilişi görən, anonsu görən tamaşaçılar nə qədər sevinəcək. İnanın ki, nə qədər bizim elə hər birimiz onun şahidiyik ki, hər zaman bizdən Nanəli soruşublar. Niyə Nanəlinin canlı efirləri yoxdur? Niyə? Çünki tamaşaçıların elə bir məqamda, elə bir vaxtda siz bu verilişi bir layihəçi olaraq təqdim etdiniz ki, bütün Azərbaycan mədəniyyəti üçün bəli böyük bir dəstək oldu. Çox sağ olun. Təbrik eləyirəm. Yəni axarlı olsun deyirəm. Yəqin ki, yeni sezondan olacaq. Yeni mövsümdən inşallah bəli yeni davam mövsümdən edəcək. olacaq. Bugünkü bu veriliş isə yenə də salamlayıram hər kəsi, gözəl sənət dostlarımı salamlayıram. Gözəl bir xalqımızın ruhlu bir şairinə, əsl elə xalq şairinə həsr olunub, Tofiq Bayrama həsr olunub. Allah ruhunu şad eləsin. Buradan əzizlərini salamlayıram, Svetlana xanımı salamlayıram. Yəni sizi gördük, çox xoş oldu bizə və bu mahnımız vağzalı çalınır. Musiqisi bilirsiniz ki, bizim çox gözəl bəstəkarımız Süleyman Ələsgərovundur və mən bu mahnını çox dəfələrlə ifa etmişəm. Gözəl Şuşamızda belə. Gözəl Şuşamızda belə, bəli. Mən salamlayıram elə Süleyman Ələsgərovun ailəsini, Tahir bəyi, Cabir bəyi, Könül xanımı. Sizləri salamlayıram və bu mahnı inanın ki, həm həm də xalqımızın ruhudur, sevincidir, sevgisidir. Çox sağ olun və Sevinən sözü səndədir. Buyur. Mən də salamlayıram hər kəsi, dəyərli sənətkarlarımızı, gözəl xanımı. Nə xoş oldu ki, bugün yenə bir araya gəldik. Təbii ki, Almaz xanımın sözlərinə qoşuluram. Biz hara gedirik, bizdən yalnız və yalnız Nanəli soruşulur. Çünki məlum məsələdir, bu aralar biraz belə verilişlərə çox ehtiyac var. Bizim əslində özümüzün ehtiyacımız var belə verilişlərə. Sizə dərin təşəkkürümü bildirirəm. Mən sizə təşəkkür edirəm. Gözəl musiqiçilərimizə təşəkkürümü bildirirəm. Asif müəllimə təşəkkürümü bildirirəm. Hər zaman bizə dəstəkdir. Musiqiçilər də hər zaman bizə dəstəkdirlər. Gözəl müşayiət edirlər. Bəli, Tofiq. Təşəkkür edirik Bizim klarnet ifaçısı. Bravo Tofiq. Bu sözləri mən hər zaman bizim şənliklərimizdə ifa edirəm. Muğam parçası kimi. Və bu mahnı da çox sevdiyim bir mahnılardan biridir. Yəni o sevdiyim mahnılar siyahısındadır, belə deyim. Süleyman Ələsgərov bəstəsi təbii ki, sevdiyim bəstəkarlardan biridir. Hər zaman sevə-sevə ifa edirəm. Və bu sözlər də hər bir ana öz qızına arzuladığı sözlərdir, belə deyək. Çox gözəl sözlərdir. Yəni bu sözlər indiki devrimizdə hələm-hələm araya ərsəyə gəlmir. Yenə də təşəkkür edirəm. Çox sağ olasın, var olun. Uğurlu olsun, inşallah davamlı olsun. Bu bizim bütün ifaçıların istəyidir. Yəni bütün ifaçıların adından deyə bilərəm ki, davamlı olsun inşallah. Axşam verilişində istədik hörmətli tamaşaçılar sizə bu havanı yenidən yaşadaq. Amma inşallah mövsümdən Nanəli başlayacaq. İnşallah görüşəcəyik. Çox sağ olasın. Hörmətli tamaşaçılar, sponsorumuz haqqında danışmaq istəyirəm. Kontaktom, sizə kontaktdan gözəl bir xəbərimiz var. Deməli, elmlərdəki mağazaya özəl nə az, nə də çox, düz 60%dək endirimlər sizi gözləyir.
Və 18 aydək bölüb həmin o endirimli qiyməti ödəmək şansınız da var. Odur ki, müraciət edin. Bəxtiyar Vahabzadə 5 ünvanına baş çəkin. Ulduz 6060 və kontakt nöqtə saytından bütün məlumatları əldə edə bilərsiniz. Növbəti sponsorumuz Reproduksiv Sağlamlıq Mərkəzidir. Uzman doktor Öndər Tulumbacı və doktor rəhbəridir həm də klinikanın. Çox aktual bir mövzudur. Sonsuzluq, uzun illər, övlad sahibi olmaq istəyənlər bu savadlı peşəkar həkimə müraciət eləsinlər. Öndər bəy işinin uzmanıdır və peşəkar bir həkimdir. 30 ilə yaxındır ki, Azərbaycana fəaliyyət göstərir və xəstələri yalnız həkim haqqında gözəl, məmnun, belə deyək də, sözlər, xoş sözlər söyləyirlər. Çünki nədən? Öndər bəy həqiqətən də şəfa verir. Bir həkimin missiyası nədir? Gözəl, düzgün, diaqnozla xəstəsini müalicə etmək və savadlı peşəkar həkimlər öz xəstələrini hər zaman sevgisini qazanırlar. Öndər bəy də onlardandır. 051 970 4050 nömrəsi əlaqə nömrəsidir. Hörmətli tamaşaçılar, beləliklə söz verilir Respublikanın xalq artisti Zabit Nəbizadəyə, Zabit müəllimin ifasında dillərə əzbər olan, bütün türk dünyasını fəth edən, Tofiq Bayramın sözlərinə yazılmış Qulu Əskərov nəğməsi Əziz Dostum anısını Zabit Nəbizadədən eşirəcək. Sizi dəvət edirik səhnəyə. Buyurun.
Könlüm o gülün vəsindən ne için çata bilmez? Hicranın elində gece gündüz yata bilmez. Sevdayı məhəbbətdəki məşhur cahanım, sevdayı məhəbbətdəki məşhur cahanım, çok sadədir bu könlüm evi heç xata bilmez. Nadan ne bilər eşq məhəbbət nə deməkdir? Heç vaxt kömürçülər gövhər sata bilməz. Ay aman, nadan ne bilər eşq məhəbbət nə deməkdir? Heç vaxt kömürçülər gövhər sata bilməz. Hər kəsdən uzaqlaşmaq olar, naməcib olsa evlad olan pərsiz onu heç kəsə sata bilməz. Daim anadan gəlmə şirin olmalıdır dil. Gel olsa acı, heç kəs ona bal qata bilməz. Ay aman, necə Məhəmməd qonşum, necə dillərim, dost gedib özümə gələ bilmirəm. Gözümün yaşını silə bilmirəm, gözümün yaşını silə bilmirəm, gözümün yaşını silə bilmirəm. Bravo! Respublikanın xalq artisti Zabit Nəbizadə. Teşekkür edirik. Çok sağ olun. Zabit müəllim, buyurun. Eşitək sizi. Nana xanım, təşəkkür edirəm və sizin bu nanəli verilişinin fasiləsindən sonra Bəli. Eksklusif yeni bir- addımlarınız, qədəmləriniz mübarək olsun və uğurlu olsun və Çox sağ olun. ömrü uzun olsun inşallah. Və bu baxımlı kanal vasitəsilə mən bütün Azərbaycan xalqına xoş gördük deyirəm və mənim burada sənət dostlarım var, sənət yoldaşlarım var, onları salamlayıram və gözəl ansambula, dəyərli ansambulu mən təşəkkürümü bildirirəm başda Asif müəllim olmaq şərtlə. Çünki neçə müddətdir bizim əziyyətimizi çəkirlər, məşqlərə gəlirlər. Allah xalqımızı qorusun. Amin. Və Allah Teala bu sənəti yaşadanlara, ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı, o cümlədən Tofiq müəllimin Allah ruhunu şad eləsin. Amin. Bugün onun
sözlərinə bəstələnmiş mahnılar səslənir və bacısı da burada əyləşib xoş gördük deyirik və Allah Teala ailəsinə, nəslinə can sağlığı versin və gələn musiqiçilər də Tofiq müəllimin sözlərinə olan mahnılardan və şeirlərdən istifadə eləməyə mən tövsiyə edirəm. Var olun, təşəkkür edirəm. Çox sağ olun Zabit müəllim, var olasınız. Hörmətli tamaşaçılar, sponsorumuz haqqında danışmaq istəyirəm. Kontaktom, sizə kontaktdan gözəl bir xəbərimiz var. Deməli, elmlərdəki mağazaya özəl, nə az, nə də çox, düz 60%dək endirimlər sizi gözləyir. Və 18 aydək bölüb həmin o endirimli qiyməti ödəmək şansınız da var. Odur ki, müraciət edin. Bəxtiyar Vahabzadə 5 ünvanına baş çəkin. Ulduz 6060 və kontakt.a saytından bütün məlumatları əldə edə bilərsiniz. Növbəti sponsorumuz Reproduksiv Sağlamlıq Mərkəzidir. Uzman doktor Öndər Tulumbacı və doktor rəhbəridir həm də klinikanın. Çox aktual bir mövzudur. Sonsuzluq, uzun illər, övlad sahibi olmaq istəyənlər bu savadlı peşəkar həkimə müraciət eləsinlər. Öndər bəy işinin uzmanıdır və peşəkar bir həkimdir. 30 ilə yaxındır ki, Azərbaycana fəaliyyət göstərir və xəstələri yalnız həkim haqqında gözəl, məmnun, belə deyək də, sözlər, xoş sözlər söyləyirlər. Çünki nədən? Öndər bəy həqiqətən də şəfa verir. Bir həkimin missiyası nədir? Gözəl, düzgün, diaqnozla xəstəsini müalicə etmək və savadlı peşəkar həkimlər öz xəstələrini hər zaman sevgisini qazanırlar. Öndər bəy də onlardandır. 051 970 4050 nömrəsi əlaqə nömrəsidir. Növbəti ifa, hörmətli tamaşaçılar, Respublikanın əməkdar artisti, dəyərlimiz, əzizimiz, hamısı üçün eyni sözləri söyləyəcəm. Çünki həqiqətən mənə və sizə, ümumiyyətlə xalqın onlar doğmalardılar. Almaz Orucova və Mirələm Mirələmov. Ən sevilən səslərdir bugün qonaqlarımız. Hələ təbii ki, hamını bura dəvət etsək, zamanımız çox az idi bugün. Yalnız bunlar bu qədər mahnılar hazırlayıb təqdim edə bildik və onlar bugün gözəl Ramiz Mirişli bəstəsini ifa edəcəklər. Sən, Xəzər, mənim ürəyimdəsən. Gözəl bir nəğmə. Buyurun səhnəyə. Gəlirəm Xəzəri yaraya, zəhmətin nur verir bu diyara. Gəlirəm Xəzəri yaraya, zəhmətin nur verir bu diyara. Sən ürəyim, arzum diləyim. Sən ürəyim, arzu diləyim. Sən Xəzər mənim ürəyimdəsən. Sən Xəzər mənim ürəyimdəsən. Sən Xəzər mənim ürəyimdəsən. Xəzər ürəyimdəsən. Sən ürəyim, arzum diləyim. Sən Xəzər mənim ürəyimdəsən. Sən Xəzər mənim ürəyimdəsən. Sən Xəzər mənim ürəyimdəsən. Sən Xəzər mənim ürəyimdəsən. Xəzər ürəyimdəsən. Ürəyimdəsən, Xəzər ürəyimdəsən.
Ellerim solmayan baharım sayan Dağlar çayılmaz vügarım sayan Sen yüreğim Hazari yara yara yaman Sen hazar benim yüreğimde sen hazar benim yüreğimde sen hazar benim yüreğimde sen hazar benim yüreğimde sen hazar yüreğimde sen hazar yüreğimde sen Bravo. Teşekkür edirik ve ama sanırım biraz önce ifadelemişim Mirələm, hoş gelmişsin Mirələm. Ve Xəzər nəğməsi, gözəl nəğmə ve bu gözəl nəğməni indi bilmirəm sen bizim evdə öncələr ifadelemiştin mi hiç yoksa yok? Mahnını ifa etməmişəm, amma hər zaman ifa elədiyimiz musiqilərdəndir, çox sevdiyimiz bir musiqilərdəndir. Doğrudan həyəcandan hər kəslə salamlamadıq. Salamlayıram hər kəsi, bizi izləyən tamaşaçılarımızı, burada əyləşən sənətkarlarımızı, musiqiçilərimizi, Asim müəllimi bir daha var olsun deyirik. Doğrudan tamaşaçılar kimi biz də doğrudan həyəcanla bu verilişi gözləyirik. Çünki burada sözün əsl mənasında musiqi var, musiqi bayramıdır. Bu verilişlərin hər biri həftədə keçirilən günlər bizim üçün doğrudan bir bayram olur. Çünki burada əsl musiqi, əsl sənət nümayiş olunur. Ona görə biz sənə təkidlə deyirik ki, bu verilişi zaman saxlamayın. Çünki tamaşaçılar gözləyir bu verilişi. Çünki efir məkanında doğrudan da belə bir veriliş yoxdur. Yəni siz olduğu üçün demirik. Bunu həmişə siz olanda da olmayanda biz bunu deyirik və tamaşaçıların, o bizi deyən insanların dilindən deyirik. Çox sağ olun. Ona görə biz arzu edirik ki, bu veriliş dayanmasın. Hər zaman siz başda olmaqla bu veriliş davam eləsin. Ona görə çox sağ olun. Ümumiyyətlə Mirələm mənə 3 xarici ölkədən zəng vurur. Bir dəfə Kanadadan zəng vurmusunuz. Bir dəfə Dağıstandan zəng, Amerikadan, bir dəfə Dağıstandan, İsraildən. Yəni bir çox xarici Nanə burada sənin bəs nanəli verişinin sevənləri toplanıb. Hamısı istəyir ki, başlasın. Salamlayırıq. Hamını salamlayırıq. Bəli, çox sağ olun sevginiz üçün, var olun. Təşəkkür edirik. Çox sağ olun. Davam edirik və indi hal-hazırda mən bura bizim elə o vokal sənəti ilə seçilən, sevilən, gözəl, dəyərli sənətçimiz Sərxan bəstəsini ifa edəcək. Ay gecikən məhəbbəti. Mən düşünürəm ki, bu mahnının sözlərini hamı əzbər bilir. Bəli, hit nəğmə belə olar. Yəni, uşaqlıqda mən mahnının sözlərini əzbər bilirəm. Bəli, yəni Amilə Sənoğlu bugün bu məsuliyyətli iş sizin ötənizə düşür və Sərxanı buradan salamlayırıq. Allah can sağlığı verirsin. Söz sizdədir. İller boyu seni gezdim, ay geciken məhəbbətim. Sen yubandın, mən tələsdim, gitti geçti təravətim. Ay geciken məhəbbətim.
İller boyu seni kestim. Ay geciken muhabbetim, sen yubandın mən tələsdim. Gitti gençlik təravetim, ay geciken muhabbetim. Saçardım bu yollarda, hardaydın söyle hardan, bir yarpağım sonbaharda. Salaram yetim yetim, saçardım bu yollarda, hardaydın söyle hardan, bir yarpağım sonbaharda. Salaram yetim yetim, ay küçükken muhabbetim. Sen esasdan göz yaşımsan, bahtımın son nakışısan. Belki tale kardeşimsan, belki değil saadetim. Ay geciken muhabbetim, ha saçardım bu yollarda, hardaydın söyle hardan, bir yarpağım sonbaharda. Salaram yetim yetim, saçardım bu yollarda, söyle hardaydı söyle harda, bir yarpağım sonbaharda. Saralıram yetim yetim, ay küçükken muhabbetim. Saçardım bu yollarda, hardaydı söyle hardan, bir yarpağım sonbaharda. Salaram yetim yetim, ay küçükken muhabbetim. Amir Esenoğlu. Daşa mikrofonu verin. Ay gelin. Ay Gülena Hanım. Bravo. Tofik o ne solaydı elə. Amiri öpməyiniz yerinə düşdü. Ötən gün ad gününü qeyd eləyib, yeri gəlmişkən bir Reydəni təbrik edək. Sağ olun, minnətdaram. Aha. Əslində hamını görmək mənim üçün daha xoşdur. Əslində bir şəkil çəkdirdim və özündən asılı olmayaraq yazdım ki, Nanəlinin xüsusi buraxılışının çəkilişindən. Əslində bugün bütün qaymaqları yığmışsınız bura. Bizi seyr eləyən tamaşaçılar bilin ki, nə qədər onlar üçün bu dəqiqə xoş dəqiqələrdir. Çünki onların sevdiyi bütün sənətçilər bugün buradadır, sənətkarlar buradadır. Və nə xoş ki, biz bu axşam yenə o xüsusi buraxılışda yer almışıq və musiqiçilərimizə təşəkkür etmək istəyirik. Asif mənim başda olmağından maşallah gördünüz də. Yəni istənilən janrda bizim musiqiçilərimiz. Gəlin bir alqışlayın musiqiçilərimizi.
Nane xanım, sizə də təşəkkür edirəm. Var Bu olasın, veriliş Nane. daim olsun. Yeni buraxılışında da yenə gözləyəcəm. Yəni Amilin yeri səhnədir, çünki Ulu Öndər Heydər Əliyevin Qızıl Səslər kitabında yer alan bizim dəyərlimiz prezident təqaüdünü alan körpə yaşından bizim dəyərlimiz sənsən. Çox sağ olun. Və sənin yerin yalnız böyük səhnələrdir. Əzizim. Təşəkkürlər. Hörmətli tamaşaçılar, sırada elə gözəl bir nəğmə var ki, mən nanəli verişə, yəni bizim təqdim etdiyimiz dövrlərdə heç o mahnının bir dəfə də bizim efirlərdə təəssüf ki, ifa olunmuyub. Amma düşünürük ki, bundan sonra repertuara bu mahnını daxil edək. Təbii ki, Cahangir Cahangirov bəstələri o qədər gözəldir ki və təkrar olunmazdır ki, bugün Cahangir Cahangirov bəstəsi və təbii ki, yenə də sözlər yalnız və yalnız bugün musiqilər Tofiq Bayram xalq şairinə aiddir. Tofiq Bayrama aiddir və Xuyu Respublikanın Özbəkistanın xalq artisti, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, əzizimiz, dəyərlimiz, xoş gəldiniz. Və Respublikanın əməkdar artisti, əzizimiz Zakir Əliyev, buyurun söz sizdədir. Gözəli sən, ellər sərvət, Hüsnün kəpəzində başı sənin göy. Güller gözəli sən, ellər sərvəti, Hüsnün kəpəzində başı sənin göy. Sənə könül verir, anam vəsəti, süzülür, sıyrılar, sıyrılar yaşı göy göy. Sana könül verir, anam vəsəti, süzülür, sıyrılır, sıyrılan göz yaşı göy. Qəlbinin sirdaşı göy göy. Maral göl, qəlbimin sirdaşı göy. Eşkin sesi, kalbin canım, nefesin göy göy. Kalbin canım, nefesin göy göy. Kalbin
vermişsiniz. Değerli pedagoglar da indi Allah'ını sen de Zakir Əliyev. Maşallah olsun. İndi bir salamlayın tamaşaçılarınızı ve Svetlana xanımın da o Göygöl mahnısı haqqında fikirlərini eşitmək istəyərdik. Buyurun, buyurun. Aha, bəli, verin mikrofonları. Mən salamlayıram sizləri, bütün tamaşaçılarımızı və bizim dəyərli gözəl qonağımızı, Tofiq Bayramın əziz doğma dəyərli bacısını ki, bu günləri burada qonaqdır və bizim gözəl ansamblımızı görməyimə çox şadam. Niyə ansamblımız deyirəm? Asif Kərimov bizim əzizimiz, apardınız bizi yenidən o illərə. Bilirsiniz Nanə xanım, bilirsiniz zaman azlığından yol gəlib, bura qaçıb çatıb, özünü yetirmək çox çətindir. Xan kəndindən gəlib bu verilişə çatmaq üçün. Siz o qədər Gəlməyə də bilməzdim axı. Həm sizi sevirik, həm sizi sevirik. Bugün mən Gülyanaq olaraq və biz sənət dostlarımla hamımız ürəklə deyə bilərik, onların da əvəzindən deyə bilərəm ki, hələ bu sosial şəbəkələrin aktiv olmayan vaxtı bizim hamımızın səsini, ifalarımızı xırda-xırda ilmələri ilə bu xalqa ərmağan eləyən sizin nanəli verilişiniz oldu. Baxımlı olduğu üçün, sevilən olduğu üçün bütün ifalarımızı buradan təqdim etdik və inanın səmimiyyətimə deyirəm ki, bugün mən 2 ölkənin, yox 5 ölkənin xalq artisti olsam, yenə özümü burada gördüm. Sənət dostlarımın, həm də ansamblımızın, həm də mənim əzizdə hamısı ilə duet oxumuşuq. Apardınız bizi o illərə. Siz də bizi Göygöl apardınız. Mən hələ bu qədər Göygölü aid mahnılar, nəğmələr çoxdur. İstərdim bir Göygölə aid bir klip çəkilsin və bu mahnı orada yəni vəsf elədiniz bizim gözəl Göygölü. Sevirəm da səsini, ifasını, dostum, qardaşımdır. Və onunla birgə Göygölü seyr eləmək nə qədər gözəl idi. Nə qədər gözəldir sizin avazınıza gəlmək Göygölü. Çox sağ olun. Axşamınız xeyir olsun. Bizi izləyən bütün televiziya tamaşaçıların ürəkdən salamlayıram və doğrudan da Nanə xanım, hamımız darıxmışıq bu veriliş üçün. Mən hiss eləyirəm siz nə qədər sevinclisiniz, fərəhlisiniz ki, bugün Nanəli proqramı yenidən vüsət aldı. İnşallah xeyirli olsun. Bu elə indi tamaşaçılar götürüb başlığı yazarlar, birdən Nanəli oldu artıq axşam verilişi. Yox, elə axşam verilişində sadəcə olaraq biz belə kiçik bir darıxanlar üçün anonsdur bu. İnşallah mövsümdən gözəl davam edəcək. Mən bütün musiqisi heyətimizi salamlayıram. Asim müəllim başda olmalı, var olsunlar. Və bugün Tofiq Bayram işığına yığışmışıq. Ruhu şad olsun Tofiq Bayramın və Tofiq Bayramın həyat yoldaşı Zərifə xanımın da bugün ruhu şaddır. Mənim müəlliməm olub Zərifə xanım Bülbül adına məktəbdə və həmişə bizə poeziyadan danışardı, Tofiq Bayram poeziyasından. Biz deməli riyaziyyat, həndəsə dərsləri deyərdi bizə, amma elə bütün dərslərimiz ədəbiyyata demək olar ki, həsr olunurdu. Doğrudan da ruhları şad olsun. Svetlana xanım, sizi də bugün burada gördüm, çox şad oldum. Allah ömrünüzə bərəkət versin. Keçənlərə rəhmət, qalanlara can sağlığı. Bütün sənət dostlarımı ürəkdən salamlayıram. Xeyirli olsun deyirəm Nanə xanım. Belə elə qoy veriliş kimi də olsa, bu verilişimiz elə davamlı olsun. Qoy biz görüşək və çox gözəl oldu. Gülyanaq xanımla duetimiz həmişə şedevr olur. Xüsusilə izləyən tamaşaçılar var ki, Zakir Gülyanaq duetini Nanəlidən balet eləyib. Ona görə sizə minnətdarıq və mən bircə nə faktı da deyim ki, Tofiq Bayram büstünün Əmircanda səhv eləmirəmsə açılışında mən hələ illər öncə Ulu Öndərimizin o büstün açılışına gəlişi münasibəti ilə, bax o büstün qarşısında açılış münasibətindən oxumuşam. Bugün məni o illərə də qaytardınız. Bravo! Və bu səbəbdən çox şadam burada olduğuma. Maşallah Gülyan xanım, tarix, hamısı sizə o qədər. Çox sağ olun, var olasınız, qarşılıqlıdır, təşəkkür edirik. Hörmətli tamaşaçılar, Nanəli verilişi ümumiyyətlə hazırlanması, təqdim olunması hər zaman çətinlikdir, yəni bu çətindir. O formatda veriliş hazırlamaq, təqdim eləmək, amma Azərbaycanın dəyərli sənətkarı. İndi mən bilirəm ki, burada bir alqışlar qopacaq ki, Asif Kərimov, musiqi rəhbərimiz. Var olasınız Asif müəllim, nə yaxşı ki varmışsınız. Bugün Heydər Əliyev adına sarayda silsilə gözəl o dəyərli konsertlərin musiqi rəhbərisiz həm də. Və əminəm ki, hələ bundan sonra doğma Qarabağımızda neçə gözəl konsertlər təşkil elədiniz və bundan sonra da işiniz çoxdur. Bilirəm ki, sizə ehtiyac da hamıya Asif Kərimov lazımdır, sənətkarlara xüsusən. Allah sizə can sağlığı versin, bir ürəkdən alqışlayırıq. Və ansambl üzvləri Tarda Məsim İslamov. Daha sonra Udda Xəyyam Quliyev. Qanonda Aygün Mehmanlı. Tofiq Məhmətov Kornetdə. Rabil Abbas
Dadaşov, sintezatorda. Mağarada Taceddin Tahirov ve zərb alətində Ramin Dadaşov. Teşekkür edirik dostlar. Makyajım her zaman olduğu kimi mənim gözəl Surama aiddir. Sura Hüseyin, baxış salonu rəhbəri. Suram çox sağ ol. Her zaman olduğu kimi bugün də fərqli belə göz oxşayan, gözəl bir makyajla tamaşaçıların qarşısına hər gün fərqli-fərqli make-upla, sən o dəsti xəttinlə çıxıram və həqiqətən də sən çox peşəkarsan və səninlə işləmək yalnız və yalnız insana zövq verir. Təşəkkür edirəm əzim. Eləcə də baxış salonundan bizim gözəl istedadlı Kamilə Məlikzadəyə. Çox sağ ol Kamilə, var olasan. Evet tamaşaçılar, bugünlük verilişimiz yekunlaşır. Görüşəcəyik. Salamat qalın.